Amma akademik öyrətmək üçün həqiqətən də yəni akademik dərəcədə öyrənmək mümkün deyil və mən də 1+4 proqramına qəbul oldum universitetə və bu 1 il ərzində öyrəndiklərim də oldu. Amma gündəlik həyatda istifadə edə biləcəyim sözlər olsun və ya təhsil olsun. Amma ki, 1-ci kursa keçdikdə akademik səviyyəm demək olar ki, yox idi və bu mənim üçün yəni çox çətin idi. Mən B1 səviyyəsində başlamışdım, amma A1 səviyyəsində başlayan tələbələr üçün daha da çətin idi. Çünki yəni 12 illik təhsil həyatlarında gürcü dilini demək olar ki, universitetə gəldikdə 0 dərəcəsində bilirdilər və bu 1 il ərzində öyrənmək də onları ən azından kursa keçmək üçün B2, C1 səviyyəsinə gəlməlidirlər, yəni normal danışıq səviyyəsinə gəlməlidirlər. Amma ki, təəssüflər olsun ki, gələ bilmirlər və universitetlə yanaşı, yəni necə ki, məktəbdə öyrənə bilmirdik, əlavə kurslara gedirdik. Bu universitetə də davam edirdi və universitetlə yanaşı kurslara gedirdik. Bu həm maddi cəhətdən çətin idi, həm də ki, psixoloji cəhətdən çatdırmaq çox çətin idi.